Dinimizdə bilirsiniz, şəhadət iki qismə bölünür. Ki biz fiqh kitablarına, şəriət kitablarına da baxsaq, şəhidlər iki dəstəyə ayrılır. Bir, budur ki, Peyğəmbər dönəmində, məsum dönəmində, imam dönəmində, məsum imamın Peyğəmbərin vaxtında döyüşdü. Döyüş meydanında canından keçib, şəhid olub, yaxud döyüş davam edir, yaralanıb və döyüş meydanından kənarda şəhid olub. İkinci isə İslami müqəddəsat uğrunda, ilahi dəyərlər uğrunda, vətən uğrunda, müsəlmanların torpağı uğrunda, müsəlmanların şərəfi uğrunda, namusu uğrunda, hətta öz irz və namusu şərəfi uğrunda canından keçən bir şəxs ki, bu da şəhiddir. Birinci qism şəhidlərdə fikrimizdə xüsusi bir ədəb ərkan qaydalar, xüsusi bir şəriət hökmləri var. Bilirsiniz ki, şəhid digər meyit hökmləri ona tətbiq olunmur. Bəzi hissələri tətbiq olunur, bəziləri tətbiq olunmur. Ki, şəhid qüsul verilməz, kəfən verilməz. Öz qanlı paltarında onun üçün cənazə namazı qılınıb dəfn edilər. Bu özündə xüsusi bir, dərin bir mənanı ehtiva eləyir. Çünki şəhidin ruhu elə bir paklılığa gəlib çatır ki, elə bir yüksəkliyə gəlib çatır ki, bu paklıq, bu yüksəklik onun bədənində öz təsirlərini, öz izlərini buraxır. Onun qanında öz izlərini buraxır. Hətta əyninə geyindiyi libasa belə təsir eləyir ki, bunlar artıq, görürsünüz, xüsusi bir önəm kəsb eləyir. Şəhidin bədəni, əgər belə demək mümkünsə, sanki ruhlaşıbdır, ruhun özünə çevrilibdir. Onun ruhunun paklığı, onun təfəkkürünün aliliyi, onun danılmaz, əvəz olunmaz fədakarlığı onun bədəninə, onun libasına bir şərəf veribdir, paklıq veribdir. Ona görə də şəhid öz libasında, öz qanlı libasında o cürüdə dəfn olunur. Bu dinimizdə şəhidin xüsusi bir müqəddəsliyini kəsb eləyir. Xüsusi bir müqəddəsliyə sahib olduğunu göstərir. Ki, bu müqəddəsliyin mənşəyi nədir? Niyə şəhadət müqəddəslik gətirir insana? Bu müqəddəslik təkcə ona görə deyil ki, burada bir ölüm də var. Ölümün müxtəlif növləri var. Bu təbii ölüm ki, insan məsələn yaşayır, yaşlanır, qocalır və sonunda dünyasını dəyişir. Allah Teala Qurani Kərimdə buyurur: "Ya Resulallah, sən də öləcəksən, onlar da öləcək." Bu hər kəs üçün keçərlidir və hər kəs üçün bir hökmdür. Hamı buna məhkumdur ki, hər kəs bu ölümü dadacaq. Bu təbii ölümdür. Bu təbii ölüm də bəzən baş verdikdə də görürsən ki, bir o qədər də təəssüf hissi yaratmır insanda. Böyük təəssüf hissi yaratmır, böyük qəm-kədər yaratmır ki, yaşadı, ömrünü maşallah ahıl yaşına gəldi, çatdı, uzun ömür yaşadı və dünyasını dəyişdi.